Değerli dostlar, Alemzar Sadık Kızı poeziyasının qapısının önündeyim. Qapını döyürəm. Bilmirəm, bu poeziya aleminden qapını açan olacaq mı, olmayacaq mı? Bilmirəm. Amma qapını döyürəm. Döyürəm qapını. Döydüm qapını, qapı açıldı. Səninlə sənsizliyi yaşamaq. Səninlə sənsizliyi yaşamaq dünyanın ən möcüzə dərdi olsun gərək. 4 fəsli içində daşımaqdır yanımdakı yoxluğun. Gülə-gülə hönkürməkdir, ağlaya-ağlaya gülümsəməkdir gözlərindəki soyuqluq. Dünyanın o biri ucuna çıxıb getməkdir üzündəki buludlu hava. Buraxıb əllərini isti ölkələrə getmək istəyirəm. Buraxıb əllərini isti ölkələrə getmək istəyirəm. Qoşulub durnalara. Buraxıb əllərini isti ölkələrə getmək istəyirəm. Qoşulub durnalara. Bəzən həsəd aparıram eyvanımda yuva quran qaranquşlara. Bəzən həsəd aparıram eyvanımda yuva quran qaranquşlara. Baharda çiçəklərə, payızda yarpaqlara pıçıldamaq istəyirəm səndən gileylərimi. Baharda çiçəklərə, payızda yarpaqlara pıçıldamaq istəyirəm səndən gileylərimi. Qorxuram ürəyimdəki tufanlardan, bulutlardan, yağışlardan və bir də sənsizlikdən. Qorxuram ürəyimdəki tufanlardan, bulutlardan, yağışlardan və bir də sənsizlikdən. Qorxuram ürəyimdəki tufanlardan, buludlardan, yağışlardan və bir də sənsizlikdən və bir də sənsizlikdən.